gözlə maşını gedirəm, ev bu olmalı. Mən Qərəbli elə sözlə də dedim ki, şeirlə yəni ki, yan alış, küs barış olanlardan danış. Ödəyən al ver, dedim mən al verəcəm, amma qanun şəkildə. Mən onu aparadım qanunun yanında. Bəli, mən Hər kəs də görsün. hər kəs görsün. Səhər tezdən bidonları da götürüb gedirik İsmailin Qalınçaq kəndinə. Amma bu kənddə bizi nə qarşılayacaq, bu kənddə nə görəcək bilmirik. Əsas bizim bidonlarımız var. Qaydanda suyu doldurarıq, olmasa deyək, 1-2 həftə rayon suyu içdik, yəni dağ suyu içdik. Heç onu da inanmıram. Yəqin ki, tapıb doldurmaq imkanımız olmaz. Bugün də belə başladı. Deməli, çıxmışıq Masazırdan. Yolumuz, istiqamətimiz İsmailliyadır. Yolda Dərətəpə düz gedirik, axır ki İsmailin Qalınçaq kəndinə çatırıq. Amma bu kəndə Qalınçaq. çatanda məlum olur ki, Qərənfil xanım heç burada Burada? yaşamır, başqa yerdə yaşayır.